Bəzi bölgələrdə mayın 30-da gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib. Oxaz xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Naxçıvan Muxtar Respublikası, Kəlbəcər, Laçın, Zəngilan, Füzuli, Naftalan, Goranboy, Mingəçevir, Gəncə, Daşkəsən, Gədəbəy, Göygöl, Şirvan, Hacıqabul, Qobustan, Sabirabad, Salyan, Neftçala, Göyçay, Xaçmaz, Qusar, Siyəzən, Xızı, Quba, Şabran, Şamaxı, Oğuz və Şəkidə şərq küləyi əsəcək. Küləyin sürəti saniyədə 13,9-dan 20,7 metrədək təşkil edəcək.